Qəbələ şəhərində Vahid Qəhrəmanov küçəsində 7 sotda belə bir həyət evi satışdadır. Bütün kommunallara qoşuludur. İçərisində köhnə tikili var. Hal-hazırda içərisində yaşayış var. Bir də böyük bir belə yarım tikili burada deməli inşa olunub. Qəbələ şəhərinin mərkəzi Heydər Əliyev parkının yanı. Yəni bu ev davam eləsə, buradan çox gözəl dağ mənzərəsi var. Hava tutqun olduğu üçün görünmür. Böyük bir yarım tikilidir. Böyle geniş götürülüb. 7 sotda Qəbələ şəhərinin tam mərkəzində. Həyət satılır, kommunallar daxil, hər şey deməli sənəd qaydasında. Qiymət 160.000 manatdır. Ciddi şəxslər əlaqə saxlasın, ətraflı məlumat verək.